Məşhur həkim Füzuli Hüseynovu elə öz evində saxladılar. O, televiziyada canlı yayımda cəmi 30 saniyəlik sadə ev fəndini göstərən kimi. Bu fənd qığırdaq toxumasını bərpa edir və artrozu müalicə edir. Nə əməliyyat var, nə də həblər. Polis Azərbaycanın 3 ən böyük farmasevtik şirkətinin birbaşa göstərişi ilə gəldi. Onlar açıq şəkildə bildirdilər ki, bu metod onların çox milyardlıq gəlirlərinə təhlükə yaradır. İndi həkimi məhkəmə və nəhəng cərmələr gözləyir. Artrozu və oynaq ağrıları olan bu ritualı artıq sınayan minlərlə insan deyir ki, cəmi 48 saata diz ağrıları, hərəkət zamanı xırtıltı, səhər tutulması, şişlər və illərlə əzab verən hərəkət məhdudiyyəti yoxa çıxıb. Araşdırma gedən müddətdə videonu internetin hər yerindən kütləvi şəkildə silirlər. Redaktorumuz son mövcud nüsxəni saxlamağa macal tapdı. Doktor Füzuli Hüseynovun çıxışına baxın. Onu həmişəlik qadağan etməmişdən əvvəl. Əgər artıq normal yeriyə bilmirsinizsə, dizləriniz hətta sakit olanda da ağrıyırsa, səhərlər ağrıdan yatardan qalxa bilmirsinizsə və nəvələriniz artıq bacarmıram, ayaqlarım ağrıyır sözlərini eşitməyə öyrəşibsə, məni diqqətlə dinləyin. Sizə həkimlərin dediyi yalandır. Onlar təkrar edirlər, yaşdır, əlac yoxdur, öyrəşin. Amma bu belə deyil. Yanvar 2026-cı ildə Azərbaycan Tibb Universitetinin tədqiqatçıları ilə birlikdə apteklərin gizlətdiyi həqiqəti sübut etdik. Oynaqlarınız ona görə dağılmır ki, siz qozalırsınız. Qığırdaqlarda toksinlər və duzlar yığılıb, onlar oynaqları içəridən yeyib dağıdır. Qığırdaq nazikləşir, sümüklər bir-birinə sürtünür, ağrı cəhənnəm kimi olur. Amma bunu dayandırmaq olar. Həll var və o düşündüyünüzdən də sadədir. Yatmazdan əvvəl sadə bir ev ritualı. Qığırdaqların təbii yolla bərpasını işə salır. Siz yatdığınız vaxt. Nə xəstəxana, nə dizə iynə, nə də dəli puluna əməliyyat. Düzgün təkan versəniz, orqanizminiz özü-özünü sağaldır. Elə buna görə farmasevtik şirkətlər mənim arxamca düşüb. İnsanlar bu həqiqəti bilsə, onlar milyardlar itirəcək. Mənim pulsuz videomu artıq dəfələrlə siliblər. Çünki bu metodu daha çox insan bilsəydi, artıq heç kim apteklərdə artroz üçün bahalı preparatlar almazdı. Bu nəzəriyyə deyil. 85 min nəfərdən çox insan artıq oynaqların hərəkətliyini bərpa edib və ağrıdan qurtulub. Bu metod təkcə ağrını götürmür. Problemin kök səbəbini aradan qaldıraraq qığırdaqları bərpa edir. Simptomlar həmişəlik yox olur. Ona görə bir anlıq dayanın və bu videonun altındakı düyməni basın. Necə işlədiyini detallı göstərən qısa pulsuz videoya baxmaq üçün. Nə dərman, nə pəhriz, nə prosedur. Enerjini, yüngüllüyü və hərəkət azadlığını geri qaytarmaq istəyirsiniz. Bu metod hamıya uyğundur. Yaşı 30 olanlara da, yaşı 70-i keçənlərə də. Gənclikdəki kimi sərbəst hərəkət etmək, xırtıltını və səhər tutulmasını unutmaq istəyirsiniz. Onda indi hərəkətə keçin. Bu videonu hər gün silirlər. Hələ əl çatandırsa düyməni basın və sizdən gizlətdikləri həqiqəti öyrənin.